Hə, köhnələr, sabahınız xeyir olsun. Bax, prospektdən bura kimi gəlmişəm 35 dəqiqəyə. Nastroyeni maşallah super, bomba kimi də, yəni ləzzətli, ta o vaxta kimi indi kimsə qabağıma həmən o nastroyenini zad eləyən çıxmayana kimi. Bax, indi mən dayanmışam, arxa planda görürsünüz, kinoteatr Nizami. Düzdür, doğrudan çox gözəl bir binadır, hə? Ümumiyyətlə, yəni Bakının memarlıq teatrına layiq bir binalardan biridir də. Yəni öz xüsusi memarlığına görə. Bilməyənlər bilsin. Həmən bax bu Nizami kinoteatrın projesi 1934-35-ci ildə bizim görkəmli memarlar Mikayıl Hüseynov, bir də Sadıq Dadaşov tərəfdən həyata keçirilib. Sonra isə 40-cı ildə həmən bu kinoteatr inşa olundu. Özü də mən sizə deyim, o vaxtı hələ də bu kinoteatrın adı Nizami deyil ya, sadəcə adı gedirdi Bədii. Yəni Bədii kinoteatr. 1947-ci ildə isə həmən bu kinoteatra Nizami kinoteatrı adı verildi və 2011-ci ildə həmən bu kinoteatr yerli dibli bir dənə ləzzətli rekonstruksiya olundu. Amma mən bir dənə də məqama toxunmaq istəyirəm. Bilirsiniz, 90'larda, axırkidə, yəni 90'ların əvvəlində kinoteatrlarımızda biraz zastoy vaxtları idi. Yəni Hindistan kinoların artıq dövrü getmişdi. Amerika kinoları isə, yəni digər xalqların kinoları hələ də o evdəki olan o video magnetofonlardan böyük ekranlara köçməmişdi. Həmən o zaman kinoteatrlara gələn yox idi. Amma Bakıda bir dənə kinoteatr var idi ki, harda adamların əlindən tərpənmək mümkün olmurdu. İnandırım sizi, bir dənə seans qutarırdı, dalıcan digərləri gəlirdi. Bir dənə seans qutarırdı, digərləri gəlirdi. Hələ bilirsiniz ki, söhbət kinoteatr Nizami'dən gedir. Xeyr. Söhbət nə zamansa, bax burada yerləşən Azərbaycanda ilk və sonuncu olan 18 plus, yəni 18 üstəgəl kinoteatrdan gedir. Həmən bax bu yerdə, mən sizə göstərdiyim yerdə o zamanın 18 plus kinoteatrı var idi. Köhnələr bunu bilir, indi köhnələrdən də mən gözləyirəm ki, öz kommentariyalarını, detallarını yazsın. Necə deyərlər, ipucu mən sizə verdim qəlbdən qəlbə. Bir də sizdən hamınızdan bir adam kimi xahiş edirəm. İmkan varsa mənim YouTube, bir də Instagram səhifələrimə takib atın. Sizdən çox xahiş edirəm. Həmən mənim hesablarıma keçid mənim profilimin, TikTok profilimin açırsınız, görürsünüz, orada görəcəksiniz. Hamınıza təşəkkür edirəm, hamınızı sevirəm. Bir də qəlbdən qəlbə.